Salam əziz dostlar, 17 dekabrda Best Lane Baku restoranına sizi bizim növbəti görüşünüzə dəvət edirik. Bu dəfə Azərbaycan, Ermənistan arasında sülh prosesindən və o haqda maraqlı bir məlumatlarla sizlə bölüşəcəyik. 1987-ci ildə maraqlı bir film çəkilib. Filmin çəkilişində dahi Azərbaycan incəsənət xadimi Cavanşir müəllim Quliyev Azərbaycan tərəfindən və Ermənistan tərəfindən Sergey Parajanov iki müəllif Aşıq Qərib adlı maraqlı bir film çəkiblər. Bu filmin yaradıcı kollektivinin rəhbəri olan canlı əfsanəmiz Cavanşir müəllim Quliyev şəxsən o tədbirdə iştirak edəcək. O filmin ətrafında olan hadisələrin bugünkü günümüzə bağlantını bilmək istəyirsinizsə, mütləq qeydiyyatdan keçib bizim tədbirdə iştirak edə bilərsiniz.